İyunun 20-sində Bakı Kristal zalında məktəblilərin Respublika İdman Olimpiyadasının rəsmi açılış mərasimi keçirilib. Mərasimdə əvvəlcə ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən komandalar təmsil etdikləri regionların adlarının əks olunduğu lövhələrlə səhnəyə çıxıblar. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirin bədii hissəsində konsert proqramı təqdim olunub. Ardınca məktəblilərin Respublika İdman Olimpiyadasının himni səsləndirilib. Qeyd edək ki, olimpiyadada iştirak edən məktəblilər ölkəmizdə fəaliyyət göstərən uşaq gənclər idman məktəblərinin yetirmələridir. İştirakçılar 21-26 iyun tarixlərində ağırlıq qaldırma, atletika, badminton, basketbol, boks, judo, Yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, velosiped idmanı, stolüstü tenis və taekvondo idman növləri üzrə mübarizə aparacaqlar. Məktəblilərin Respublika İdman Olimpiyadası Gənclər və İdman Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası, Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilir.